səbəsi yerə deyil. Bizim bu arada dostumuz Nəcməddin Fərzalıyev. Burada salamlayıram. Bəli, salamlarımızı göndərik. Hal-hazırda qardaş ölkə Türkiyədə təhsilini davam elətdirir. Oradan belə onlayn seanslar keçirir bizim üçün. Rəqəmlərin sehrini öyrənir, daha da dərindən. Mən çox şey öyrənmişəm Nəcməddinlə və Nəcməddin maşallah artıq gəlib, belə deyək də, 6 illik bir proqramı bir ay yarımda bitirib. Bəli, maşallah. Artıq səhv eləmirəmsə magistratura və ya aspiranturaya artıq dedilər ki, bir dayan. Yəni, ay yarıma bitirmək bunu, yəni bu böyük bir şeydir. Əlbəttə. Və doğrudan uğur arzulayıram. Çox savadlı bir gəncdir. Bizim dostumuzdur. Mən dünən əslində istədim deyim. Gülnarın ad günüdür. Bilir, yazmışdı ki, saat 12-dən. Yəqin ki, onda bəlkə də baxar, vaxtı olarsa. İnşallah ki, yuxudan durmuş olarsa. Çünki biz dünən təlimdəydik. Təlim gec saatlarda bitmişdi. Bəlkə də yatıb. O salamlarımızı göndərik. Bütün izləyən dəyərli dostlarımıza ilə dəyərli qardaşımız Nəcməddin Fərzalıyev başda olmaqla inşallah ki, yaxın zamanda ölkəmizə gələcək və onlarla gözəl efirlər ərsəyə gətirəcək.